Salam əziz tələbələr, belə bir suala baxacağıq. 86-cı sual. Tərs funksiyalara aid sualdır. Dövlət İmtahan Mərkəzinin 2025-ci il test toplusunun 2-ci hissəsindəndir sual. Mən bu sual artıq daşımışam bura. Qrafiki verilmiş fx funksiyasının tərs funksiyası olan gx funksiyası üçün gk-2 bərabər 0 olarsa, k-nı tapmamız tələb olunur. Tərs funksiyalarının bir xassəsi var. O xassəni bilməklə bu sualı asanlıqla həll eləmək olar. Belə ki, tərs funksiyaları üçün f(a) bərabərdir b-dirsə, onun tərsi olan f(-1) b də a-ya bərabərdir. Bu, tərs funksiyanın xassəsidir. Və biz bu sualda bu xassədən istifadə edəcəyik. Bu xassəni burada tətbiq edəcəyik. Deməli, bizə bildirir ki, gx funksiyası fx-in tərs funksiyasıdır. Yəni, gx bərabərdir. Deməli, f üstü yaza bilsək, f üstü -1 x-ə. Və yuxarı baxsa bu xassəyə, f(a) bərabərdir b desə deyir, f üstü -1 b bərabərdir a. Yəni, f üstü -1 x, f üstü -1 x bərabər gx-ə, gx də 0-a bərabərdir. Yəni, belə deyək, bunun yerinə 0 yazaq. f üstü -1 x bərabər 0. İndi x-in də yerinə yazırıq k-2-ni. f üstü -1 k-2 bərabərdir 0. Deməli, əgər f üstü -1 b bərabərdir a-dırsa, demək ki, f(a) bərabərdir b-yə. Yəni, bizdə də f(0) bərabərdir k-2-yə. Elə bilin ki, biz burada b-nin yerinə, bax, burada yuxarıda xassədə xassəni aşağı gətirsək, tətbiq eləmiş olsaq, b-nin yerinə k-2 qoyarıq, a-nın da yerinə 0 qoyarıq. A da bərabərdir 0. Yəni, bax, indi f üstü -1 b bərabərdir 0, yəni a. Demək ki, bu da fx, f(a)nın tərs funksiyasıdır. f(a) da bərabər edir b-yə də, bu xassəyə görə. Yəni, ona görə yazırıq ki, f(0), yəni a-nın yerinə 0 dayanır. f(0) bərabərdir b-nin də yerində k-2-dir. f(0) bərabərdir k-2-yə. Vəssalam, f(0)ın k-2-yə bərabər olduğunu tapdıq. İndi f(0), yəni x-in 0 nöqtəsində y-in aldığı qiymət, bax, bu qiymətdir. Biz baxırıq qrafikə, görürük ki, x-in 0 anında y 7 qiymətini alıb. Demək ki, f(0) bərabərdir 7-yə. f(0) bərabərdir 7-yə. Çünki x-in 0 qiymətində y, yəni funksiya 7 qiymətini alır. Və f(0) bərabərdir k-2, f(0) bərabərdir 7. Deməli, k-2 bərabərdir 7-yə. k-2 bərabərdir 7-yə. K bərabərdir 7 plus 2 bərabərdir 9-a. Vəssalam, cavab 9. Sağ olun.